Samolyot düştü. İçinden 6 idi, 7 adam, yaşak kambizon giymiş adamlar düştüler. Bizim vayniler onu akrojeniye aldı. Daha bizi koymadılar, samolyota yaxın gedək. Onların təyyarədən düşməsiyle təyyarə yenidən alışır. Bu isə sonradan istintaqçılarda təyyarənin qəsdən yandırılması haqqında şübhələr yaradır. Çünki hadisə yerində iş aparan xüsusi qrup müəyyən edir ki, Amerikalılar yerə düşdükdən sonra 6 dəqiqədən çox təyyarəni tərk etmirlər. Sonradan ağzı açıq halda tapılmış kiçik, boş yanacaq kənləri də bir daha sübut edir ki, təyyarə qəsdən yenidən yandırılır. İndi isə qayıdaq təyyarədən paraşütlə tullanan 5 nəfərə. 1958-ci il 27 iyun saat 23:40-da SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 33 əməliyyat işçisi Bakıdan Ağcabədi rayonunun Hindarxı qəsəbəsinə yola düşdü. Onlar Ağcabədinin Hindarxı qəsəbəsinə 28 iyun səhər saat 10-da çatdılar və vəziyyətin qəliz olduğunu görüb birbaşa əməliyyata başladılar. Beləcə Hindarxıya düşən yanan təyyarədən çıxarılmış 4 Amerika desantının həbsindən sonra qalan 5 nəfərin və ərazidə casus materiallarının axtarışına başlanılır. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsindən xüsusi qrup rayonu hadisə yerinə ezam olunur. Axtarış əməliyyatına rəhbərlik o dövrdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi 2-ci şöbə əks kəşfiyyat şöbəsinin rəis müavini 35 yaşlı mayor Heydər Əlirzoğlu Əliyevə tapşırılır. Axtarışın nəticələri haqqında raport Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri polkovnik Fyodor Kapılova təqdim olunur. Beləliklə, axtarış qrupunun rəhbəri mayor Heydər Əliyevin polkovnik Fyodor Kapılovun adına yazdığı raportdan oxuyuruq. 28-30 iyun 1958-ci il tarixində ümumən 500-ə yaxın operativ işçi, əskər və yerli aktiv Amerika təyyarəsindən tullanmış 5 nəfər desantın axtarışına cəlb olunmuşdur. Məlum olmuşdur ki, Stalin, Sosializm və Orcakenici kolxozlarının sədrləri Quliyev, Əliyev, Məmmədov, Üçoğlan Kənd Sovetinin sədri Məhərrəmov, Stalin adına kolxozun partiya təşkilatı sədri Kərimov, kolxozçular Hacıyev, Baxşəliyev, Heydərov, Abdullayev, Məmmədov, Bayramov və başqaları Amerika paraşütçularının yeri enməyinin şahidi olmuş, onların tutulmasında bilavasitə iştirak etmişdir. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 2-ci şöbəsinin rəis müavini mayor Heydər Əliyev 3 iyul 1958-ci il. O vaxtları Turab kişi vardı, kolxozlarda orada, Muxtar kişi vardı. Onlar onu dərhal düşən adamları paraşütündən dərhal mühafizəyə alıb tutmuşdular. Sonra təxminən bir 3-4 ildən sonra cəmaət danışdı ki, ora Heydər Əliyev gəlmişmiş o işi yoxlamaq üçün. Həbs olunan Amerikalılar əvvəlcə avtomobillərdə Kirovabada, yəni indiki Gəncəyə gətirilir. Ayrı-ayrı otaqlarda ilkin ifadələri alınır. 28 iyun saat 13-də paytaxtdan gəlmiş xüsusi təyyarələrlə Bakıya gətirilir. Dövlət Təhlükəsizlik Komitəsinin binasında onlar üçün ayrılmış otaqlarda saxlanılır və sorğu-sual edilir. Onlar sorğu zamanı etiraf edirlər ki, Ermənistan SSR-nin ərazisində olan Sevan gölünü Türkiyədəki Van gölü ilə səhv salaraq sərhəddi bilmədən pozublar. İyul ayının 7-sində Moskva vaxtı ilə səhər saat 7-də Amerikalıların təhvil verilməsi üçün danışıqlar başlamışdır. Danışıqları Lənkəran rayonu üzrə SSR Sərhəd Komissarı Polkovnik Kuzmin, İrandakı ABŞ Hərbi Hava Attaşesi Polkovnik John Baska aparmışdır. Tərcüməçi Azərbaycan TTK-sinin 2-ci şöbəsinin əməliyyatçısı Ziya Yusufzadə olmuşdur. Sonradan məlum oldu ki, sən demə, bu hərbi yük təyyarəsindən Amerikada vurdu 2 dənəymiş və əksi də Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Allen Dullesin xüsusi tapşırıqlarını yerinə yetirilmiş. Beləliklə, Hindarxda vurulan təyyarədən sonra Dulles qalır bir təyyarənin ümidinə. 90-cı illərdə Amerika qəzetlərinin birinə müsahibə verən ekipaj üzvü polkovnik Dale Brown etiraf etmişdi ki, özü də daxil təyyarədə olan 9 nəfərdən 3-ü xüsusi xidmət orqanının əməkdaşı olublar. Mayor Şir isə bildirmişdi ki, təyyarədə düşənə qədər SSR-yə qarşı planların kəşfiyyat əməliyyatına dair sənədləri parça-parça eləyib şəxsən özü udubmuş. Ona görə də SSR-nin o dövrdəki siyasi rəhbərlik tərəfindən təyyarəçilərin əsaslı sorğu-suala çəkilməsinə icazə verilsəydi, çox güman ki, bu faktlardan daha çoxu elə həmin vaxtlarda meydana çıxacaqdı. Ancaq Sovet rəhbərliyi onsuz da gərgin olan münasibətləri qızışdırmaq istəmir və Amerikalılar vətənlərinə qaytarılırlar. Görürsünüz də, heç ağlımıza gəlməzdi.
Mərkəzi Kəşfiyyat İdarəsində gedən söhbət ara, Alan, Dallas ara, Ağcabədi ara. Ancaq yox, istintaqımız zamanı meydana çıxdı ki, dünyanın istənilən otaqlarında istənilən müzakirələr gedər. Bu müzakirələrdən səbəblər doğar və bu səbəblərin bir tərəfi Azərbaycana da gəlib çıxa bilər. Deməli, sayıqlığımızı əldən verməməliyik. Ona görə də istintaq davam edir.